Hiç xəyanət etmirsənmi? Mənə xəyanət olunandan sonra etmişəm. Necə yəni? Xəyanət yaşamışam, xəyanət eləmişəm. Acıq çıxmırsan ondan. Ruhum sakitləşsin. Eləmişəm, yaxşı da eləmişəm. Şabə, bu sənin sevdiyin insana qarşı olur. Bəli, çox sevdiyim insan mənə xəyanət eləyib, mən də ona cavab olaraq eləmişəm. Necə ola bilər bu? Əlbəttə ki, ondan sonra yollarımız ayrılıb, qəbullanmamışam. Yəni, geri dönüşü olmayıb. Əsəbi xanımdan o qorxulu qapını yaşayır. bağlamışam. Ya mən varam, ya da mən yoxam. Mənim xarakterimdir. Və ilk gündən də deyirəm ki, xəyanət olunacamsa, xəyanət eləyəcəksənsə, onu toxun da, mən yoxam onda. Get öz həyatını yaşa. Amma mən varamsa, heç kəs ola bilməz. Bəs onun necə oldu? Elə xəyanət elədi, ona düzgün bir qutardı. Yox. Davam elədi o xəyanət. Barışdıq. Barışa-barışa mən insanın üzünə gülə-gülə cavab verməyi çox sevirəm. Birlikdə ola-ola da mən ona xəyanət elədim və bay bay.